Bismillahirrahmanirrahim. Aşıqın məşuq yüzüdür qibləsi həm Kəbəsi. Pəs yüzünü şahə döndər, qiblə-i didar istəmə. Bu cəhanın bağçasında xarsız gül mü olur? Tikanından qorxurursan, yeri gülzar istəmə. Ey xətay, yar yolunda canını etgil fəda. Keç bu dünya şöhrətindən, sən onu var istəmə. Bütün izləyicilərə, yoldaşlarıma salam deyib salamatçılıq arzulayıram. Fəlsəfə əleyhi fəlsəfənin 5-ci bölümünü sizinlə paylaşıram. Türk müsəlmanların milli fəlsəfəsi tamamilə insanları Mədinə-i Faziləni qurmaqda, qızıl almaya əl tapmaqda, fəzilətə, səadətə, rəhmaniyyətə, xeyrə yönəldir. Amma Qərbin yeni fəlsəfəsi tamamilə şər qüvvələrindən qaynaqlanaraq sonuçları rəzilətə, şərarətə yönəlir. Qərbin yeni fəlsəfəsi ərsəyə çıxmaqdan öncə Məsihiyyətin qorumağına, himayətinə ehtiyacı var idi. Katolik belə baxışığa yol açmırdı. Bunlar protestantizmi yaratdılar. Bir sıra iqtisadi istəklərini, talançılıq amaçlarını, sömürgəliği yerinə oturtmaq üçün keşişlərin fitvalarına ehtiyacları var idi. O əsasda keşiş Volteri Fransada, Luteri Almanda, Kalvəni, Erasmusu ərsəyə çıxartdılar. Luter birinci dəfə Məsihiyyət aləmində elan elədi, riba həlaldır. Ribanın həlallaşdırması Məsihiyyət aləmində bir böyük normu, sünnəti qırmaq idir. Banklar düzəldi, gücləndi. Millətləri çapbağa bankları meydana çıxartdılar. Yahuda ribalı pul verməməli idi, verə bilməz idi. Amma Yahud qeyri-Yahuddan riba almasa onun biləyini gərək vurasan. Bu da Yahudun etiqadı idi. Protestantizm Yahudla bir ortaq düşüncəyə yetişdilər. O da dünyanı qucaqlamaq, ribanı həlallaşdırmaq idi. Protestantizm Yahudla burada birləşdilər. Müsəlman ölkələrinə ribanı yaymaq ilə, bankları düzəltmək ilə yollandılar. Pulları sorub şişitdilər. İndi çoxlu adamlar bahlərə boşludular. Çoxlu ölkələrdə döyüş salıb, silah satmaq ilə, van vermək ilə o ölkələrin evini yıxırlar. Ukraynın bir udanı olsa, o da kapitalizm Amerikadır. Bir utuzanı olsa, o da orada şəhid olan Türk müsəlmanlardır. Burada Rusi Ortodoksu da, Qərbi protestantizmi də dəstəklədi. Bununla öncə də Türk, Ərəb, İslam ölkələrinə qələbə çalmaq üçün özənliklə ekonomi sahəsində sömürgəliyinin bir bacasını bahlər qoydular. Siyasi baxımdan da Qərbin yeni fəlsəfəsi teknolojiyə tez əl tapdı. Təbiəti çapmaq lazım idi. Ona teknoloji lazım idi. O əsasda silaha da tez əl tapdılar. Əlləri teztər silaha yatdı. Qırmağa əlləri yatdı. Dağıtmağa, talançılığa əlləri yatdı. Dünya niyə 5-dən böyüdü? Bu bir protest idi. Dünyanın güc qüvvələrinin düzəncəsinə keçək bir sıra Qərbin məzahirlərindən yaxçı uçuşlar, yaxçı yollar, yaxçı maşınlar, bunlar hamısı vitrindir. Özlərindən ötürüdür.
İçəridə ayrı şeylər, ayrı işlər var. O da istimar, istismar, istizaf, istismar, istihmardır. Türk müsəlmanların kimliyini, qazancını əlindən almaqdır. Biz tariximizin, turasımızın böyük zirvələrində dayanmışıq. Ona görə boyumuz, soyumuz qutulmayandır. Keçmişinə daldalanan gələcəyini itirməz. Eğitimli, danışqah görən cavanlar milli düşüncəmizdən, böyük qaynaqlarımızdan, coşqun milli fəlsəfəmizdən, milli hikmətimizdən, milli irfanımızdan təəssüflə qiflətdədirlər. Buna görə onlar həman kitabları, niyə? Buna görə ki, onlar həman kitabları oxuyurlar ki, Batı fəlsəfəsi, şubiyyə axımı onları yazıbdılar. Bizlər də o sözlərə məqalələr, kitablar yazmışıq. Risalələr, kitablar yazmışıq. Siz egzistansiyalist insanlar haqları istəyirsiniz. Farabinin, İbn Sinanın, Mevlana'nın, İmaduddin Nəsiminin düşüncəsində axtarın. Tutaq ərəbcədə, farscada yazmışlar. Önəmli deyil. Bu bir qabıqdır. Qabıqdan keçək. İçində olan mənanı düşünməliyik. Girdəkanın qabığı önəmlidir ya içində olanı? Cəvahiri sandıqçalarda qoyarlar. Sandıqça əhəmiyyətlidir ya içində olan cəvahirat? Bir düşüncəyə, muhtəva, məfkurə hakim olan ruh, onun içində olan beyin önəmlidir. O da İslami, türkü məfkurəni daşımaqdır. Məgər Mevlana demirdi, esm costi, ro müsəmma ra becu, məhbi baladan, nəndər abecu, adınan, axtarcınan, ad sahibin, cüzcüdə gəzmə əzizim, ay izin, insuxən çon pust o məni məğzdan, insuxən çon nəqş o məni həmço can, söz qabıq hökmündədir. Məna içi, candır məna, nəqşidir, yoxsa nəçi? Qərb insan o fəlsəfəyə dayanaraq acınacaqlı sonuçlar gətirdi. Qərbi insan çoxlu enerjiyə ehtiyacı var idi. Ta təbiətin dizini yerə vursun. Axı təbiət dediyimiz əsasında onun düşməni idi. Qələbəsini ona göstərməli idi. İstixanələr qazları, enerjini təmin etməklə əlaqədar idi. Yer kürəsini həddən artıq qızdırdılar. Yer kürəsini bütün insanların maidəsi olaraq iqlimini dəyişdirdilər. Quruluq, qasırğa, fırtına, şiddətli sellər torpağın erozyonunu ya fərsayişini gətirdilər. Quru torpaqlar da yağıntını hardan saxlaya bilərdi? Yağıntılar selə çölüb yan-yörəni bürüdülər. Olub qalanı da didərgin saldılar. Əkinəcək yerlərimizə belə gücdən saldılar. Çarəsiz qalıb yeri təsənnüyü gücləndirməliydik. Onun üçün səmminlə, kimyavi kudlarla yeri gücləndirdik. Orqanik meyvələrə, məhsullara ağzı açıq həsrətdə qaldıq. Beləliklə xəstəxanalar adamlarla doldular. Qərb yeni fəlsəfəsinin təməllərini tökən zaman türk müsəlmanların milli fəlsəfəsi görümsel, pratik sonuçlar aləmə bəxş edirdi. Dünyada memarlıq sahəsində damğalar, simgələr yaraldırdı. Birisi Tacuddin Əlişah əmri ilə göylərə ucalmış Ərş qalası 1000 ilə yaxın idi, sehirli Təbrizin simgəsinə çevrilmişdir. Hər tamaşaçını özünə məbhut eləyirdi. Şəhrin zəngin bazarları həmişə çapulçuları təhrik edib Təbrizə yürüməyə həvəsləndirən zaman Ərş qalası mübarizlər şəhər qoruqçularını bağrına basırdı. Bu sehirli şəhər bir daha da qoruyurdu. Rəşidüddin Fəzlullah bu şəhərin içində şəhər salıb, Rəb Rəşidi adında. Rəb Rəşidiyi böyük bir danışqah olaraq neçə min ev, 24 karvansara, minlər tükan, bir neçə başqa binaları var idi. Bundan əlavə hər iki bölməsində 3 mərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərrabxana, 7000 tələbəsi, 450 müəllimi var idi. 1321-ci miladi ildə İtaliyadan Pierre Denon Təbrizə gəlir.
Bu şəhrin sərvət ticarəti haqqında belə yazır. Təbriz şahanə şəhərdir. Ticarət baxımından dünyada Təbrizdən yaxşı şəhər yoxdur. Çünki yeri özünün də çünki Təbrizdə elə mallara əl tapmaq olar ki, dünyanın heç yerində ona əl tapmaq olmaz. Şəhərin yerləşdiyi yerdə çox yaxşıdır. Ona görə ki, dünyanın hər yerindən adamlar ticarət üçün ora gəlirlər. Təbrizdə yaşayan xristiyanlar mənə dedilər ki, şahın bu şəhərdə ələ etdiyi gəlirlər Fransada kralın ələ etdiyi gəlirlərdən də çoxdur. Mənim laik əzizlərim, siz humanizm, siyasət-i modern insan haqları axtarırsınız. Türklərin dərin irfanı məktəblərində, törələrində, türk şahların davranışıqlarında tapmaq olar. Bütün türk şahları böyük məktəbli, şəxsiyyətli, kimliyə, insanlığa malik idilər. Heç bir türk şahı sekular olmayıbdır. Siz təfkiş-i quva, separate power güclərin ayrılmasını, parlamanın xalqın içindən çıxmasını istəyirsiniz. Təhcə Türkün törəsində, qurultayında, yeni türk dövlətlərində görmək olar. Siz azadlıq axtarırsınız. Osmanlının 620 il gedişatında bərdədarlığı, küləliyi Osmanlı şahı ləğv etməyində axtarın. Mədəniyyət, moderniyyət axtarırsınız. Təbriz məktəbinə gəlin. Təbrizin böyük örtülü bazarında 2 metrli hücrələri tapın. İpək yolunun tarixinə baxın, dağılmasına, yenidən qurulmasına, dünya ticarəti türk müsəlmanların əlinə bir daha sudan topraqlara çəkilməsinə nəzər salın. Təbrizin məktəbinin usarəsi Şəms-i Təbrizdir. Məgər o Mövlanada inqilab yaratmadı. Təbriz məktəbində Şah İsmail Səfəvi ilə Sultan Səlim Osmani qardaşdır, yoldaşdır. Çaldıran döyüşü də 2 qardaşın arasında olan bir tartışmadır. Kimsə onların arasına girə bilməz. Təbriz məktəbinin bir siyasi irfanı budağı vardır. O da Şah İsmail Səfəvidir. Şah İsmail öz devrinin böyük və müdrik xadimi, mahir sərkərdəsi olmuşdur. 14-15 yaşlı İsmail Qızılbaş hərəkatını başçılıq etmişdir. Türk, İslamlıq, Şiəliği birləşdirməklə bir bayraq altında vahid bir dövlət yaratmışdır. Şirvan şahı Ağqoyunluları Gənc İsmail müharibəsində öz dəstəyi ilə qabaq sıralarında çarpışmaq böyük rişadət, igidlik özündən göstərmişdir. Şirvanı, Qərabağı, Naxçıvanı, vilayətlərini, bütün Azərbaycanı, Şimali Ermənistanı Şah İsmail Səfəvi əlinə keçirtmişdir. 1501-ci ildə təntənə ilə Təbrizə daxil olur. 1502-ci ildə özünü bütün ölkənin padişahı elan etdi. Təbrizdə nə talan etdi, nə də baş kəsdi. Nə deyiblər, Şubiyənin bütün cəliyyətidir. Təbrizi paytaxta çevirdi. Təbriz şəhəri o zaman da Azərbaycan xalqının mənəvi həyatı, əsas ocağı, siyasi birliyinin arzu mərkəzi idi. Təbriz bütün Asiya karvanının iri mərkəzi idi. Karvan ticarət yollarının önəmli bölgəsi idi. O zaman da Təbrizdə möhtəşəm kaşanələr, gözəl tumturaqlı imarətlər, şöhrət qazanmış mədrəsələr, məşhur olan rəsədxanəsi dünyanın böyük izdihamlı şəhərlərindən biri hesab olunurdu. Çox çəkmədi. Şah İsmail növbə ilə Diyarbəkiri, hər iki Əraqi, Əraq-ı Əcəm, Əraq-ı Ərəbi, Farsıstanı, Xurasanı, Türküstanın bir hissəsini ələ keçirtdi. Marks demişkən, Şah İsmail 14 ildə 14 ölkəni əlinə keçirtdi. Səfəvilər dövləti Azərbaycanda birinci türkü müsəlman Şiə dövləti olmuşdur. Vahid bir dövləti olmağı Fazilə Mədinəsinin bir görüntüsü idi. Vilayətlərin vahid bir dövlətə birləşməsi feodalları arasından ardı kəsilməyən, davam edən, viran edən müharibələrə son qoymuşdu. Azərbaycanda pərakəndəliyi aradan götürüb vahid bir dövlət yaratmışdır. Bu dövlət türklərə aid idi. Heç kimə aid deyildi.
Sağ olun gələn görüşə qədər.